Ha, sildi. Zəhmət olmasa səhifəni. Çox sağ olun. Siz də var olasınız. Eləyə bilmədim yenə. Neyse de bilmə. Apar tola ver o telefonu. Get mən eləyim. Hələ buradan veriliş etmirsiniz. Xeyr, getmirik. Hələ buradan. Bunu da moderator edeyim. Ay Allah. Vallahi hələ ki yığılmayıb. Yığılandan sonra deyərəm ki, neçə yığılır. Hələ ki yığılıb. 4 gün ərzində 2 manat pul yığmışam cəmi. Pul elə də deyir, kartı qoyanda elə bilə əfsük gəldi, töküldü pullar. Zaurun verilişində bizdə mövzu olmadığımız için getmirik. Ay Allah, bir demirlər, nə yiyirsiniz, nə içirsiniz, dərdiz, sərviz nədir? Ora niyə getmirsən, bura niyə getmirsən? Dodağın niyə belədir, qaşın niyə belədir, burnun niyə böyüdür, burnun niyə balacadır, niyə boyun balacadır, niyə hündür boy olmadır, balaca boy oldun? Ayaqqabı neçə razmer giyinirsən, turçuğun nə rəngdədir, mayaka nə giyinirsən? Ayıbdır valla. Nilay, nə vaxtsa atarsan, onda cəmaatın adından danışarsan. Niyə? Cəmaatın adından danışırsan. Sən elə bir manat yaxşılıq elə, cəmaatı görə avara olmasan. Moderator onları söyləsin də, göndərin getsin də. Bu nətər moderator? Niyə ayıbdır ki? Analı atalı yığa bilir. Yetim yığanda ayıb olur. Ay Allah, elə xalq adından danışır. Ay Batya, xalqın adından danışma. Bədbəxt, özündən danış. Bu moderator da yoxdur da, Allaha şükür. Bunlar nəyə istədilər bəs moderatorluğu məndən? Özüm işləyirəm burada. Mən eləyə bilmirəm, nə səs deyə bilirəm, nə də sabit deyə bilirəm. Yaşı ışıqlar söndürmüşəm. Mən də. Yox, səs deyə bilmirəm, heç nə deyə bilmirəm. Bunların izlərinin nəhlət olsun. Allah mənim yaşadığımı, məni qınlayanlara elə bunu deyirəm, qoy necə qəbul eləsə. Balalarınızdan görəsiniz, analarınızdan, atanızdan görəsiniz. Məni kim qınlayır, kimsə məni rişxən deyir, məni əsəbləşdirir burada. Ananızdan görəsiniz, balalarınızdan görəsiniz. Onda biləsiniz ki, necə eləmək olur. Məni kimsə qınlayırsa, məni kimsə görməzdən gəlirsə, uzaq şeydən gəlirsə, elə balalarından çəksin mən çəkdiklərimi. Balalarından görsün mən çəkdiklərimi. Ülvi get tullan da. Xala mikrofon qoyuyor. Kapat demişken. Yox, məni qınıyırlar, deyirsən beləsən. Mənə indicə pul atmısan, sən gəlməyi atmayanlar danışır burada. Atam vallahi o qədər gözəl insanlar var ki, gözəl qəlbli insanlar var. Bu Mərdim Azad, Çinqaçuk, ondan bundan barmaq oğlu barmaq gəlib burada ağzına gələn yazır.
Sən nə də moderatorluq işləmədin? Yaşıl ışıqlar söndürdün. Get eləyim də mən özüm. Sən niyə bilmirsən? Heç niyə bilmirəm. Təmiz yaşıl ışıqları söndürmüsən. Bənövşə Quliyevə, hə? Sənin quzun üçün də deyəcək inşallah. Allahın köməyi ilə. Gör kim harada yaşayır. Gör nəyəm. Bizim adımız müsəlmanıq. Kafirdən də betər hərəkətlər edirik. Bunlar müsəlman deyirlər ki. Kafirdirlər. Qoş Hüseyin Temur geri qaytarma. Salam Xalilə xanım, salam. Salam Hüseyin, necəsən? Salam, salam. Bu özlərinə xəbər olmayan evlərin içində olanların yanında nətər olar adam? Fikir vermə Hüseyin. Vallahi heç bir manat nədir xeyr. 4 günün içində Aygünür gəlirlər, söyürlər orada. 4.000 manat apar birdən verirlər ona. Ki gələ. İşte söyürlər onu. Gəlib indi mənə heç bir manat atmayıblar. Gəl bağızı gələn danışır. Qələt edirsən, Mən borc ağzına istəyirəm ki, mənə kim borc verə bilər? Mənim sənətim var, sənət göndərməliyim ora. Mən sənə balımın boğazını kəs mənə ver. Və ondan sonra banla da. Adam niyə əsəb edirsiniz ki? Yoxsa baboşluq eləyir bizdə. Fikir vermə Hüseyin, əsəbləşmə var yerə. Ayşad hanı, necədir Ayşad? Şükür Allaha. Salam, çox sağ ol. Necəsən Ürək? Danış aydın, biz danış. Çox sağ ol, təşəkkür edirəm. Bir də qoy öz səhifəmin moderatorluğunun yaşıl ışıqlarını yandırım, sən təmiz söndürdün deyəsən. Çox sağ ol, siz necəsiniz? Aynen söndürdüm Yaxşıyam, tanımadın deyəsən. Ses tanış yani ama. Sən mənim Fatiməmə oxşayırsan. Yox, Jasmin, Mıova. Hə. Anladım. Necəsən, neyinirsən, bəbiş nətərdir? Kiri yaxşıdır, yaxşı olasan. Yaxşı Mənim olsun. keçmiş moderatorlarımla. Mən çıxartdın sonra. Ay Ayşad, cinsəti öyrəndiniz bacı? Hə, öyrəndik, şükür Allah. Nədir qız? Ya, əvvəl qız bilirdi əslində. O da doktor Natik doktorumuzdur da. Allah canına sağlıq versin, Zaur Allah müəllim. can sağ olsun. Doktorumuzun da. Natik doktorun sayəsində dəqiqləşdi ki, oğlan imiş. Sağ salamat. Biz Gözünüz əslində- aydın olsun. Çox sağ ol, təşəkkür eləyirəm. Özəl biri təşəkkürlər hədiyyə üçün. Bizə borc üçün pul lazımdır. Yəni kimin nə qədər borc verməyə imkanı çatırsa borc versə biz geri qaytaracağıq inşallah. Yəni ki bunu kartı ona görə biz yazırıq. Bəziləri kimi yanına millət aldatmırıq, danışmırıq. Sadəcə borc deyirik. Nə borcu ay Ayşad, nə olub? Burada ağlınıza gələn sən işlərin necə gedir? Yaxşılıqdır ki, uşağı yatdırıram, dedim görüm nə var, nə yox burada. Nə qədər vaxtda girmirdim. Orxan qardaşla şəhid qardaşı, şəhid elə biz də şəhid bacısı, şəhid qardaşıq artıq. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bəli, danışırıq. Mamasından da danışırıq. Maması da bizim anamız, atası da bizim atamız. Allah atasına dayaq gələr O gün nə inşallah. gözəl olmuşsun ay Ayşad sən. Çox sağ ol, gözəl rəyiniz var deyə gözəl gözləriniz görür. Çox sağ ol, minnətdaram. Allah razı olsun. Hə, Hüseyin bəyin istədiyi kimi. Sən onsuz da gözəlsən. Qəlbin ürəyinin gözəlliyi üzümə vurub. Çox sağ ol, Allah razı olsun bacı. Allah ürəyinə görə versin. Prosto mən əslində kök bir olmuşam, doğulu qız olmuşam. Prosto ki ATV-dən çıxanda yay tətil oldu da. Apreldə mən çıxdım ATV-dən. Ondan sonra biraz düşdüm aylarda. Sonra da nəm fikir zat belə adamı Bugün çox... gedəsiniz. Xeyr, inşallah bizlik mövzu olanda, dəvət ediləndə gedəcək. Hələ ki bizlik mövzu yoxdur, ona görə getmirik bacı. Hə.
Bəli, dediyim kimi o dünyada qalacaq. Düz deyirsiniz. Onu Ayşin, təbrik edirəm səni də. Oğul atası. Çox sağ ol, Allah razı olsun. Gözün Təşəkkür aydın edirəm. olsun. Sağ-salamat qucağına alasınız. Amin, amin. Amin. Çox sevinmişəm sizin adınıza həqiqətən. Təşəkkür edirəm. Minnətdaram, var olasınız. Şəhid Daşqın Şəfiyevin qardaşı Orxan qardaşın toyunda idik. Bəli, bəli getdik. Çox gözəl də keçdi. Allah onlar da xoşbəxt. Natiq doktor inşallah. əla doktordur. Həqiqətən çox gözəl doktordur. Səmimi, mehriban. Doktor, bəzi doktorların üzünə baxırsan, sağalmaq əvəzinə daha da xəstə düşürsən. Ay Ayşad, Amma- onun qəbulu nə qədərdir? Açığı mən 60 manat desən, yoxsa 50 manat? açığı mən bilmirəm, yalan deyərəm. Amma bizim hər şey tam təmənnası oldu. Qəbulda, müalicələrdə, dərmanlarda. Dərman Lap deyəndə yaxşı, təbii, lap yaxşı. təbii olaraq da təbii ki. Dərmandakı ancaq vitamin yazacaq. Şükür Allah bir problemin olmasın. İnşallah ki olmaz. Vitamindir. O da qan azlığından bağlı. Ay salqan dərman zad yazacaq. Hə. Amma iç ha, vitaminləri iç. Hə, mamamcıl hər şey istəyir iç. Hə, yo iç. Mən nə elədim? Mən Yo, çox uzun keyli qiymət elədim, var. içmədim. Qiymət ayrı. Hər şey qiyməti ayrıdır. Bizim məsələn biz getdik 3 sınıf qan azlığı, bir də başqa bir analizdə, yəni bilən qanunlar biləcək nə analizi. Bəli, mən. Daha deyək də nə var ki, orada tibdir. Tibbi analizi verdik. Verdik yəni verdim daha doğrusu mən də. Məndən söhbət gedir. Bir qəbul 50-60 manatsa, demək o yaxşı həkim deyil. Bu Georgiyeva. Təkcə qəbul otağa girmək üçün, doktorun üzünü görmək üçün sən 50 manat ödəyirsən. Bəli. Uzinin ayrıca qiyməti var. Qan analizinin Ay, 455 manat qiyməti var. Uzunun da 200 neçə manat, 100 neçə manatda qiyməti var. Hə, çox Ay, sağ ol, belə hə. deyim. Nadir, valla mən getdik ora 3 saat biz gözlədik. Nə qədər insan getmədi deyəndə gözlədik ki, Nadir doktor gəlsin. Halaldır ki, doktor bütün Tap xəstəliklərə bilsiniz, baxır. bilikli həkim deyə o getmişik biz də o yanına. Amin, çox sağ olun Bakılı. Analizlər də pul çox çıxır. Bilsiz nətərdir? Ucuz ətin şorbası olmaz. Əsas odur ki, baha Özəl olsun, bir keyfiyyətli oxuyuram. olsun. Hmm. Xeyr, biz vermədik. Sağ Xeyr, olsun. sağ olsun. Zaur Bəli. müəllimcinin sayəsində və Natiq doktorun sayəsində bizə tam təmənnə. Özləri nə qədər bu pul ehtiyacıdır. Hazırda Yaxşı. 600 neçəydi? Kimin nəyə gücü çatır da, Allah kömək eləsin. Yazdın? Hə, yazıram. Belə deyim də, girdim ondan sonra Nadir düzəldi o həkim ayrı. baxmır, baxır, sağ olsun. Bizə hazırda 620 Allah razı olsun, dedilər. özləri bilir. 620 borclar. Yox, hələ olayı xırda-xırda eləyir. Bir dənə pul xırda sənədlərini sənədlər- sana prezidentə göndərsim, onlar eləyəcəklər. Sən hardasa bir 300-400-də, hə? 300-400 manat lazımdır ki, vaxtınız xeyir olsun. bu Hüseyn bəyin özəl biri. 4098 Amin, 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 Leo Hüseyn Bankçıdır. Minka. Mən yazıram. Çıxarlar, düz deyirsən. Düzdür. Düzdür, də ehtiyat edin, ararsın. Mənim telefonum sönür. İndi mən sizə qoşulacağam, yaxşı? İnşallah. Oldu o. Oldu bacım. Öpürəm səni, bağrıma basıram. Allah amanda. Yox, tez-tez gəlmir Babək. Ora gəlib getmək yol pul. Allah and 85 man yol pulumuz çıxdı. Xeyr, verilişə getmir. Bizdə mövzu olmadığı üçün inşallah gələn sezonda Allahın köməyi ilə. Mövzu olanda inşallah Amin, gedəcəyik. amin. Allah razı olsun. Kartımı sabitləyə bildin Hə, mi? siz düzəldim maşallah. Attım ona zeyn. Gəldi? Yox. Gəldi mi? Gözləyin görək gəldi mi? Özəl biri. Xeyr, gəlmədi. Bu gələndə burada bildiriş verir. Hə, indi Ha, gəldi. gəldi. Təşəkkür edirik. İndi qaldı 600 manat. 600 manat da olsa tam düzələr. Çek atım. Hə, çox sağ olun. Təşəkkürlər özəl biri. Allah Yox, yox, gəldi gəldi, atmayın. Allah İndi köməyiniz gəldi, olsun. İndi gəldi. Ses verin bunu. Hə, gəlmirdi.